Elmədi müəllim, ha dedim ki çəkməyim, amma çəkəcəm valla. Deməli, Hacı Qabul Muğan restorandan ta elə Bakıya çatmamışam. Mən indi maşınımın altı hündürdür, ofroaddır, sağla sürürəm. Bu altı alçaq maşınlar bu yolda neynəsin? Yolun sağ zolağı istismara ümumiyyətlə yararsızdır. Məsəl üçün 90'dır da bura, düzdür. Titrəməyə baxın maşında, fikir verin maşındakı titrəməyə. Bu minik maşını, altı alçaq maşınlar neynəsin? Sonra da gəlirlər, post cərmələyir ki, siz niyə sağ zolaq, boşaloqla solda gedirsiniz? Necə getsin burada? Hələ bu Muğan restoranı keçəndən sonra təhlükəli döngə nişanının təsir sahəsində elə bir pis çökmə var ki, mən şəxsən özüm bir təlimçi olaraq biraz diqqətsiz olsaydım, maşın orada aşardı. Elə bir dəhşət bir çökmə var ki orada. Nujeni bunu oradan keçəndə heç kim görmür, şikayət etmir. Yollar biabırçı vəziyyətdədir. Yəni ki, inan ki, dedim bəlkə çəkməyim, vicdanım yol vermədi. Çəkdim. İstismara yararsızdır. Yəni belə olmaz.